Salam, hər vaxtınız xeyir olsun. Düz bir aydan sonra yenidən güləş xəbərlərlə qarşınızdayım. Əvvəlcə apreldə keçirilən yarışlar barədə məlumatı çatdıraq. Aprelin 5-dən 12-sinədək Serbiyanın Zlatibor şəhərində gimnaziyada keçirildi. Bu yarışda 6-sı qızıl, 8-i gümüş və 11-i bürüncü olmaqla 25 medal qazandıq. Qazanılan bu medalların sayı və əyarı onu göstərdi ki, Azərbaycan güləşi idmanımızın flaqmanlı rolunu davam etdirir. Aprelin 7-dən 12-sinədək Slovakiyada böyüklər arasında Avropa çempionatı keçirildi. İlin ən mühüm ikinci yarışı sayılan qitə birinciliyində 2022-ci ildəki tarixi uğur təkrarlandı. Belə ki, 3 il əvvəl olduğu kimi həm sərbəst güləşçilərimiz, həm də Yunan-Roma güləşçilərimiz komanda hesabında Avropa çempionu oldular. Bu nüfuzlu yarışda güləşçilərimiz 4 qızıl, 2 gümüş və 7 bürünc olmaqla ümumilikdə 13 medal qazandılar. Aprelin 15-dən 19-na isə Astara Olimpiya İdman Kompleksi yeniyetmə güləşçilərin ixtiyarına verildi. İlk 4 yarış günündə sərbəst və Yunan-Roma güləşi üzrə 17 yaş qrupunda ölkə çempionları müəyyənləşdi. Aprelin 19-da isə Azərbaycan güləşində tarixi bir ilk yaşandı. Belə ki, həmin gün ilk dəfə U15 və U17 yaş qrupu üzrə qadın güləşində ölkə çempionatı keçirildi. Nəhayət aprelin sonlarında Macarıstanın paytaxtı Budapeştdə İmre Baratsi adına memorial təşkil olundu. Bu yarışda gənc Yunan-Roma güləşçilərimiz mübarizə apardı. Elmin Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu yarışdan dərhal sonra komandamız Tata şəhərində keçirilən beynəlxalq təlim məşq toplanışına qatıldılar. İndi isə keçək may ayına. May ayında da bizi sıx qrafik gözləyir. Mayın 2-dən 4-ədək U17 yaş qrupu üzrə Zəfər Kuboku, mayın 6-dan 8-ədək isə U20 yaş qrupu üzrə Çempionlar turniri keçiriləcək. Hər iki yarış Türkiyənin Antalya şəhərində baş tutacaq. Gənc sərbəst güləşçilərimiz isə İranda keçiriləcək beynəlxalq yarışda qüvvələrini sınayacaqlar. Mayın sonlarında isə çimərlik güləşçilərimiz üçün yeni mövsümə start veriləcək. Yeniyetmə güləşçilərimiz Avropa çempionatında, böyüklər isə dünya seriyasında mübarizə aparacaqlar. Hər iki yarış Xorvatiyanın Poreç şəhərində təşkil olunacaq. May ayında böyüklərdən ibarət sərbəst və Yunan-Roma güləşi üzrə komandalarımız Rusiyada keçiriləcək təlim məşq toplanışlarında iştirak edəcəklər. Hələlik bu qədər. Yenidən görüşmək ümidi ilə.